O dağları bəzəməyə ləli zəri hardan alım? Soldu getdi çiçəklərin təzə təri hardan alım? Olmuşuq lal, olmuşuq çar, tutub nəğmə kiriyib tar. O bəstəkar o nəğməkar xan tərtəri hardan alım? Tərtər çayı. Həsrət və Ümid verilişinin daimi izləyiciləri, hər birinizi salamlayıram. Məlum olduğu kimi, Həsrət və Ümid verilişi olaraq biz Qərbi Azərbaycanın fərqli bölgələrində yaşamış, istər 1948-53-cü illər, istər 1988-ci ildə Qərbi Azərbaycan deportasiya olunmuş, Azərbaycanın fərqli bölgələrində məskunlaşmış illilərimizlə görüşürük. Əziz və hörmətli tamaşaçılar, bugünkü verilişimizin qonaqlarını sizə təqdim etmək istəyirəm. Qərbi Azərbaycanın Qarakisə rayonunun Vağadi kəndinin sakinləri olmuş Vəliyeva Fiqurə Məhəmməd qızı, Vəliyev Əkbər Məhəmməd oğlu, Vəliyev Rasim Allahverən oğlu, Vəlizadə Məhəmməd Əkbər oğlu. Hər birinizi salamlayıram. Öncəliklə mən Fiqura bimlə bir hal-əhval eləmək istəyirəm. Fiqura bim, necəsiniz, nətərsiniz, nə var, nə yox? Çox sağ olun, xoş gəlmişsiniz. Yaxşıyıq, yaxşı olasınız. Yaxşı olasınız. Öncəliklə mən artıq vaxtınızı almaq istəmirəm, gec saatlardır. Suallara keçmək istəyirəm. İstəyirəm ki, Fiqura bim, sizdən başlayaq. Zəhmət olmasa verilişimizin bu adətini pozmayaq. Özünüz haqqında, atanız, ananız, qardaş bacınız haqqında izləyicilərimizə məlumat verin. Fiqura bim, zəhmət olmasa başlayaq. Atanızdan, ananızdan, onlar haqqında harada doğuldular, harada yaşadılar, deportasiya gördülərmi, yəni ermənilərin zülmünə məruz qaldılarmı, qalmadılarmı? Sonra qardaş bacınızdan başlayaq, davam edək. Buyur bibi. Xoş gəlmişsiniz, Ceyhun müəllim, siz bizə. Bu, Həsrət və Ümid verilişi çəkməkdə çox xeyirxah bir iş görürsünüz. Həsrətlər qovuşsun, ümidlər inşallah qapısı açılsın. İnşallah. Ümidlərin qapısında işıqlar yansın. Amin inşallah. Amin. Amma indi başlayaq. Mən Fiqurə, atamın adı Məhəmməd, Bəli. anamın adı İmarət. Bəli. Onlar hər ikisi də Siyan rayonunun, Qarakisə rayonunun, keçmiş Qarakisə, indiki Siyan deyilən rayonun Zəngəzur zonasında da anadan olublar. Onlar bir neçə dəfə bu ermənilərlə qarşı-qarşıya durub
Məsələn, bu düşmən ki, onlar ermənilər ki, düşmən olublar, davaya başlayıblar, torpaqdan qovmaq istəyiblər, deportasiya olunublar Laçına. Atam, anam. Bir də təzədən sakitçilik onda qayıdıblar Siyan rayonuna. Bəli. Bir neçə dəfə bu təkrar olunubdur. Ondan sonra ara yenə sakitləşəndə atam, anam qayıdıb gəliblər Siyana. Kənddə bağa tikəndə məskunlaşıblar. Hı -hı. Orada başlayır. Amma mənim böyük, indi deyim, böyük qardaşım Əfqan 42-ci ildə anadan olub, 84 yaşı var. Ondan sonra bacım 80 yaşı var. Bəs Maxvirə. Ondan sonraki bacım, 3-cü bacım Mahirə 78 yaşı var. 79-a keçib. Məndən böyük qardaşım Sabir yenə də 75 yaşı var. Mənim özümün 72 yaşın içindəyəm. Məndən balaca qardaşım 3 yaş məndən balacaydı. İndi 69 yaşı olacaqdı. Gülağa rəhmətə getdi. Allah rəhmət eləsin. Ölənləriniz rəhmətə getdi. Amansız xəstəlik imkan vermədi. Onun haqqında danışaram, icazə verərsiniz. Buyurun, buyurun, əlbəttə. Bəli. Ondan sonra bacım Çimnaz 59-cu il tarixlidir. Ondan sonra qardaşım Əkbər müəllim, Əkbər yanımda oturub. O da 64-cü il təvəllüddür. Ondan 62-ci il tarixli. Ondan sonra Bəhrəm, balaca qardaşımız Bəhrəmdir. O da 64-cü tarixdir. 62 Əkbərdir, 64 Bəhrəmdir. Bibi, sizin neçə evladınız var? Mənim bir övladım var, Rasim. Rasimdir. Bəli. Hə. Həyat elə gətirdi ki, qismət elə gətirdi ki, mən anamla, atamla da, anamın evində, bacı qardaşımla bir yerdə yaşadım. Müəyyən səbəblərə görə. Bacılarım, qardaşlarım evləndilər, aralandılar, amma biz bir yerdə yaşadıq. Suallarınız? Fiqrət bəy, inşallah belə deyək, sizə kəndindən bağlı suallar verəcəm. Çünki sizin dilinizdən vaqadını eşitmək, o dağlardan, o dərələrdən söhbət açmaq bizim və izləyicilərimiz üçün maraqlı olacaqdır. Amma icazənizlə bir Əkbər dayıya yönəlmək istəyirəm. Əkbər dayı, zəhmət olmasa siz də özünüz haqqında, övladlarınız haqqında, ailəniz haqqında və bir də Fiqrət bəyin demədikləri nə varsa onları təkrar desəniz sevinərdik. Təşəkkür edirəm, çox sağ olun, xoş gəlmişsiniz Ceyhun müəllim. Bu xeyirxah işinizin davamlı, uğurlu olmağını arzu edirəm. Fiqrə bacım ailə haqqında məlumat verdi. Bəli. Ola bilər bəzi dərinliklərə getmədi, ancaq mən bəzi hallarda ola bilər ki, biraz geniş məlumat verim qardaş bacım. Çox yaxşı olar. Dediyi kimi, böyük qardaşımız Əfqan Vəliyev o vaxtı bizim kənddən nadir ali təhsil alan, oxuyan şəxslərdən biridir. Təyinatla Gəncədə pedaqoji məktəbi qutarandan sonra təyinatla Tərtər rayonuna göndərildi. Orada da elə qaldı, əmək fəaliyyətini orada davam elədi. Demək olar ki, bir 48-50 ilə yaxın pedaqoji stajı var. Düzdür, hal-hazırda təqaüddədir, bayaq qeyd olunan kimi 84 yaşı var. Allah ömür versin sağlam canla. Amin. Növbəti bacı qardaş haqqında qısa məlumat verildi. Fiqrə bacımın dediyi kimi rəhmətlik Gülağa qardaşımız haqqında məlumatı özü verər, ətraflı danışar. Çünki boynuna götürüb o daha çox təmasda olub, bir yerdə olubdular. Belə də ki, mən öz ailəm haqqında ailəliyəm, 2 övladım var. Allah saxlasın. Övladlardan biri hal-hazırda yanımızdadır, Məhəmməd qardaşımızdır. Daxili İşlər orqanlarında fəaliyyət göstərir. Uzun illərdir, artıq 15-16 ilə yaxındır orqanda işləyir.
Qızım Asımam hal-hazırda orta məktəbdə işləyir. Mənim özüm isə elə 79-cu ildə orta məktəb bitirdikdən sonra elə həmən əskərliyə getdim. Hərbi xidmətdən qayıdan kimi gəlib Bakı şəhərində təhsilimi davam elədim. Düzdür, müəyyən çətinliklər oldu. İlkin olaraq ilk illərdə mən ali məktəbə daxil ola bilmədim. Səbəblər müxtəlif idi. Amma belə deyək, yönəldim neft sənayesinə, neft texnikumunu bitirdim. Neft texnikumunu bitirdikdən sonra neft sənayesində işləyə təhsilimi davam elədim, azini də bitirdim. Hüquq kadrlarının təkmilləşdirmə institutunu da bitirdim. Hal-hazırda da elə 42 ilə yaxındır neft sənayesində fəaliyyətim davam eləyir. Ondan əvvəl isə bir 3 ilə yaxın metro tikintisində işləmişəm. Belə deyək, Elmlər Akademiyasının dayanacaq stansiya hissəsinin qazıntısında 3 ilə yaxın işləmişəm. Ağır işlər olubdur, ancaq bunların hamısına tab gətirmişəm. İşlədiyim dövrdə, belə deyək, biraz yox, yaşıdlarımdan fərqli olaraq mən nisbətən fəal olmuşam. İctimai işlərlə məşğul olmuşam. İdarədə işlədiyim vaxtı Həmkarlar Təşkilatının sədri olmuşam. Əmək Kollektivi Şurasının sədri olmuşam. 5 il yerli Sovetin deputatı olmuşam. Eyni zamanda Ramana Qəsəbə Xalq Nəzarət Komitəsinin sədri olmuşam. Seçkili orqanda işləmişəm. Neft sənayesində qazması köməkçisindən başlamışam işləməyə. Hal-hazıra kimi arada işlədiyim dövrlərdə, yəni pillə-pillə getmişəm. Bir pillə, yəni iki pilləni eyni vaxtda bir addım atmamışam. Bir pillə-pillə gəlib bu günə çatmışam. Bu arada mən Komsomol Komitəsinə o vaxtı məlum odur ki, bir partiyalı sistem idi, Komünist Partiyası idi. Mən Komsomol Komitəsinin katibi olmuşam. Lenin rayon Komsomol Komitəsinin cavabdeh katibi olmuşam. Həmin dövrdə mən Azərbaycandan, belə deyək, SSR-dən Amerika Birləşmiş Ştatlarına gedib New Yorkda Birləşmiş Millətlər Təşkilatında SSR-ni təmsil eləmişəm. Ümumdünya Gənclər Birliyinin üzvü olmuşam. Nə gözəl. Amma bu işlədiyim dövrlərdə mən bir çox, yəqin ki, təqdim edəcəksiniz, təşəkkürnamələr, qramatalar, diplomlar. Əşvər dayı, çox üzr istəyirəm, sözünüzü kəsdim. Bu sualları inşallah mən sizin yaradıcılığınızla bağlı, elmi fəaliyyətinizlə bağlı bunu xüsusi suallar hazırlamışam. İcazənizlə biz Rasim qardaşımızdan təqdimat özünü təqdim eləsin. Ondan sonra inşallah növbəti sualda, hətta sizin yaradıcılığınızla bağlı mən verilişdən əvvəl araşdırmışam. Çox gözəl nailiyyətləriniz var. İnanıram ki, hər kəs bunu eşidəndə deyəcəklər ki, Qərbi Azərbaycandan bizim necə gözəl mühəndisimiz, Azərbaycan elminə, təhsilinə töhfəsi olan bir müəllimimizlə biz tanış olduq. Əziz tamaşaçılar, indi isə Rasim haqqında bir iki kəlmə demək istəyirəm. Öncə özünü təqdim elə. Birincisi, təşəkkür edirəm Ceyhun müəllim. Xoş gəlmişsən bizim evimizə. Təşəkkür edirəm. Çəkiliş üçün də yenə təşəkkür. Mən Vəliyev Rasim. 1975-ci ildə Qarakisə rayon, Sisiyan rayonu Vaqadi kəndində anadan olmuşam. Bəli. Uşaqlığım Vaqadi kəndində olub. Ondan sonra 10 yaşına qədər. Ondan sonra gəlmişəm. Burada Əkbər dayımın yanında. Burada olmuşam, burada oxumuşam, burada təhsilimi almışam. Uşaqlığım deyək ki, kənddə çox, nətər deyərlər, maraqlı keçib, oranın qışı, yayı, payızı, hər fəslin öz gözəlliyi var idi orada. Burada Azərbaycanda nə qədər də rayonları, çox rayonları gəzirəm. Demək olar ki, həmin iqlimi, həmin
havanı, həmin suyu heç bir yerdə nə ala bilirəm, nə dada bilirəm. Bəli, uşaqlıq xatirəsi çox güclü Uşaqlıq olur. xatirəsi mənim üçün çox gözəl keçib burada. Burada da ki, demək olar ki, Bakıya gələndən sonra daimin yanında burada olmuşam, Əkbər daimin yanında. Təhsilimi burada almışam, burada oxumuşam. Ondan sonra neft sənayesinə işə düzəlmişəm. Burada da fəhləlikdən başlayaraq, qazmaçı köməkçisindən başlayaraq sex rəisinə qədər çalışmışam. İndi hər halda çalışırıq, işləyirik, davam edirik. Neft sənayesində 34 il iş stajım var. Bəli, Neft çox gözəl. sənayesində. Hələlik bu qədər. Həqiqətən də o dediyiniz 34 il bizim yaşda olan insanlar üçün bəzən əl çatmaz olur. Çünki insanlar müəyyən zaman dilimində fərqli-fərqli ixtisaslara yönəlirlər, peşələrə yönəlirlər. Amma siz həqiqətən biz dostlar arasında sabit qədəm, işini sevən bir qardaşımız kimi tanınırsan. Təşəkkür edirəm. İnşallah artıq bir kənd xatirələri ilə bağlı suala keçmədən öncə mən Məhəmməd qardaşımıza dönmək istəyirəm, Akif dayının oğluna. Məhəmməd qardaşımız, əzizimiz, bir babanın adını daşıyırsan. Həm bir nəvə kimi bu xatirələri bizlə necə bölüşərsən? Bir özün haqqında bir danış görək. Nə işlə məşğulsan? Biraz ata qısalar dedi, amma bir özün haqqında bizə bir məlumat ver. Cənab abi, xoş gəlmisiniz. Sizin verilişimizin ardı arası kəsilməsin inşallah. Mövzu Elobadır. Mən orada göz açmamışam. 89-cu ildə Bakı şəhərində doğulmuşam. Əkbər kişinin ailəsində. Elə gözümü açandan da gördüyüm elə hamı qohum-əqrəba qaçqınçılıqdan gəliblər o vaxtı. Hamı gediş-gəlişimiz olubdu. Özüm Daxışlar orqanlarında işləyirəm. 16 il fəaliyyətim var. Hal-hazırda davam eləyir. Babamın adını daşıdığıma görə də fəxr eləyirəm. O kişidən yaxşı şeylər eşitmişəm. Məsəl üçün nə eşitmisən ay Məhəmməd? Valla birincisi maşallah olsun elə atam... Məsələn, baban haqqında sənə nə danışıblar? Cüssəli. Elə fərasətli, el ağsaqqalı kimi. El ağsaqqalı, bəli. O mövzu da ki, Eloba olduğuna görə inşallah arzulayıram ki, sizin bu verilişin bu yaxın illərdə çəkilişi bizim Qarakilsə rayonunun, bizim öz kəndimizdə olsun. Çünki orada bizim rəhmətə gedənlərin qəbirləri var. Oranı ziyarətə arzulayıram hamımıza, özümüzə. Elə içimdən qarışıq. Mən oranı heç vaxt görməmişəm. Elə mən də sual vermək istəyirəm. Sən verilişdən əvvəl də biz səninlə danışanda dedin ki, mən onu görməmişəm. İndi həm də təkrar etsən, bir gənc kimi deyək ki, son dövrlərdə cənab prezidentin qayıdışla bağlı konsepsiyası var. Yəni durmadan gənclərin maarifləndirilməsi, öz ata-baba yurdlarının haqqında məlumatları dolğun şəkildə bilmələrini cənab prezident tövsiyə edir. Sən bir gənc kimi o məlumatlarla özünü belə deyək də aydınlada bilmisənmi? Sən düşünürsənmi ki, sən Qarakilsəni tanıyırsan? Tanıyıram, bəli. Biz uşaq vaxtından elə atamdan maraqlı gəlirdi, soruşurduq. Bəli. Eloba haqqında, kənd haqqında. Elə gələndə biblərimdən soruşmuşuq, əmlərimdən soruşmuşuq ki, rayonda o vaxtı vəziyyət necə olubdu? Maraqlı gəlirdi. Biz çünki oraları görməmişik heç vaxtı. Elə böyüklərdən eşitmişik. İnşallah ki, elə onu da arzulayırıq. Sağlıq olsun. Bu yaxınlarda cənab prezidentin bu səy nəticəsində elimizə, obamıza bir gedərik, gəzərik. Ölənlərimizin qəbrisini ziyarət eləyərik. Sağ olun. İnşallah. İnşallah yenə sənə dönəcəm. Fiqura bibi, mən artıq gəldik çox maraqlı bir, verilişin maraqlı bir yerinə. Hər mikrofon... Fiqura bibi, zəhmət olmasa Fiqura bibi, belə bu sualıma çox belə də xəyallara dalaraq cavab ver. Sənin üçün Vaqadini necə təsəvvür etsən? Vaqadi sənin üçün nə ifadə eləyir? Bir gözünün qabağına gətirir o dağları, o dərələri, ətrafda. Çünki ömrünün müəyyən bir hissəsi oralarda keçibdir. Vaqadi deyəndə sən xəyalına nə gəlir? Ay bibi. Vaqadi deyəndə xəyalıma mənim bacı qardaşlarla mehriban dolanışığımız gəlir birinci. Dağlardan başlayaq. Bəli. Deyəcəm də ora gələcəm. Bəli, buyur. Atam rəhmətə getdi. Məsələn, anam özümüz olduq. Dağlardan adicə Əkbərin özü. Uşaq vaxtından elə dağlara
nəsə bir şey onda qoyunumuz, quzumuz aparıb otarırdı. Güllü çiçəkli gözəl dağlarımız vardı. Bütün orada dağ yerləri, bağ yerləri, bulaqlar hamısı Azərbaycan dilində deyilən sözlərdir. Heç bir erməni kəlməsinə rast gəlinməzdi. Məsələn, adlarını saya da bilərəm. Bu zəhmət olmasa. Məsələn, adicə biz özümüz orada da məhəllə deyilirdi. Adicə biz özümüz Həcəkkə məhəlləsində yaşayırdıq. Kəndin biraz baş tərəfində yaşayırdıq. Yalzəmi, Allahqulu dərəsi, nöfək kəhaları deyirik ki, o kəhalar bizim əmmimizin kəhaları olub. Varlı olublar o vaxtda mal heyvanlarını o kəhalarda saxlayıblar. Nöfək kəhası orada erməniyə məxsus bir şey yoxdur. Sonra Pürül bağları, Baraher bağları, ümumiyyətlə, valla nə bilim, Qiyamadınlıdır. Adı pis olsa da deyəcəm, ermənidə eşək meydanı sözü yoxdur ki. Bəli. Bəli. Dağın dərənin adıydı. Ondan Haçaqaya, Qızılqaya, Dəvəboynu. Kəndin lap yuxarı Hacmaşan körpüsü. Kənddə dərman vardı. Orada dən üydüb gətirirdik. Su ilə işləyən, un olurdu gətirirdik də. Su ilə işləyən dərmanıdır. Alma bağları dediyimiz kimi kənd əhatəsində idi. Alma bağlarının, dağların əhatəsində idi. Gözəl idi, çox gözəldir. Rasim balaca vaxtı idi, hələ heç 9-10 yaşı vardı, Bənövşə gülü açılanda gedib dərib gətirirdi. Gözəl orada, məsələn, bu göyərti şeyləri bitirdi, tərvəzlər, göyərti şeyləri bitirdi. Heç onda vaxtda qədrini bilmirdik, biz onların indi bildik ki, deməli lazımlıymış, dərman kimi lazımlıymış. Orada hamısı bitirdi. Kəndimiz gözəldir, müasir idi kəndimiz. Neçə yerdə mağaza var idi, bulaqlar var idi. Belə desək elə, əgər Bağədinin özündə, dağ dərələrində saysaq bəlkə 500-dən artıq, bəlkə də hələ artıq olardı bulaqlar var idi. Yerdən çıxan və yaxud dağlardan süzülüb gələn bizim öz qapımızda 3 yerdə bulağımız var idi. O cümlədən də bütün qonşularda, hamıda müasir idi. Ona görə ki, mənim balaca vaxtımdan hamının evində telefon var idi. Heç kim çıxıb bayırda qışqıra-qışqıra heç kimdən danışmırdı. Hamı telefonla danışırdı, əlaqə saxlayırdı. Çox gözəldik. Gözəl müasir məktəbimiz var idi. Hansı ki, Rasim də oxuyub orada, Əkbərin özü də oxuyub orada. Bizim uşaqlar, mənim özüm də oxumuşam. Klubu, mağazaları, xəstəxana, hər bir şey. Füqət bəy, zəhmət olmasa sözünüzü unutmayın. Kənddə, Bağat kəndində yəni hansı Azərbaycan ailələri var idi? Qonşulardan, yaxınlardan tanıdığınız kimlər yadınıza qalıbdı? Qonşulardan vardı. Niyə yoxdur ki? Hamı təşviş içində yaşayırdı ki, müharibə başlayır. Hələ əvvəlcədən deyim ki, qonşumuz olublar, rəhmətə gediblər, Əli dayı, yoldaş Samaya xala, Mahmud dayı, yoldaş Zeynəb xala, Əjdər müəllim mənim sinif rəhbərim, orada rəhmətə getdi, yazıq elə bu söhbətdə ürəyə infarkt keçirdi ağız-özdən. Rəhmətlik Qaçay dayı, mənim bibim qızı Tamaşa mamam vardı, o qapı bir qonşuyduq. Bağlarımızda qonşulardan başqa mehribançılıq lap belə çoxdur qonşularla. Bundan Erməni-Azərbaycan qarışıqdır özü də. Bəli, kənd Erməni-Azərbaycan qarışıqdır. Elə deyildi ki, böyük bir 400-500 nəfərlik ailəlik kəndidir. Elə deyildi ki, bunun bir yarı hissəsi erməni olsun, yarı hissəsi Azərbaycan. Bir ev erməni, bir ev Azərbaycan evi idi. 50-50 idi, 50% təxminən. Belə. Onlar, nə bilim, cavanlar, onların, düzdür, anam onların, böyüklər onların gedib oturub çörəklərini yemirdi. Amma cavanlar gedirdi, gəlirdi, toya, xeyrə, şərə belə gedilirdi də. İndi sonra mənfur oldular, nə bilim, nə oldu o heç. O sonra işte danışarıq, köçməyimizdən də danışacaq o heç. İndi Füqət bəy, mən bu sualı verim, ondan sonra inşallah Əkbər dayı ilə mən sual vermək istəyirəm.
Valideynləriniz 48-49-cu ilin nə vaxt belə təzədən qayıtdılar Vağadiyə, həmin kəndə? Ceyhun müəllim, bilirsiniz, 52-ci ildə əgər Bəli. mənim valideynlərim qayıdıblarsa, mən 54-cü ildə anadan Yəni olmuşam. valideynlərdən sən deyək ki, nə işləyirsiniz Valideynlərdən oradan eşitmişəm. o deportasiyanı? Çünki həmin o Vağadi kəndi başqa kəndlərdən fərqli olaraq dediyiniz kimi Bəli, ermənilərlə, fərqli idi. yəni erməni ailələri də var idi orada. Bəli, Yəni bəli. istər-istəməz burada valideynlərin sizə ermənilər haqqında, çünki Azərbaycanlılar heç bir zaman onlara qarşı pislik eləməyibdi. Amma onların əlinə imkan düşən kimi pislik Düşən edirlər. kimi pislik Yəni, eləmək istəyirdilər. Valideynlərinizə eşitdiyiniz bir xatirə varmı? Məsələn də ki, o Var, niyə yoxdur buyurun ki? zəhmət olmasın. Ona görə ki, elə hazır vaxtından Bağətdə yaşayardılar da, yurt salıb. Elə gəlib yurt salmaq istəyəndə, bax yenə onlar o kinli xasiyyətlərin, davaların göstəriblər, nə ediblərsə əvvəlcə olub da anam gil danışırdı. Bunlar təzəndən qaçıblar, qaçqın salıblar, qovublar Laçına. Bir də sonra ara sakitləşəndən sonra təzəndən bir də atam gil deyiblər ki, 9 qardaş olub mənim atam gil. 7 qardaş olublar, 2 bacı. 9 dənə. Hə. Anam deyirdi ki, məsələn, imkan vermirdilər yaşamağa. Bir də gör torpaq necə güclüdür. Öz evlərində, lap belə necə də olsa da yaşayırmışlar. Bunlar qovurmuşlar, davaşırmışlar. Onlar gedib Laçında qalırmışlar bir nə qədər müddət. Ondan sonra bir də qayıdırmışlar Vağadiyə. Bir neçə dəfə belə alınıbdır. Ondan sonra 52-ci il, 51-ci ildə Sabir olub, məndən böyük qardaşım. Onlar gələndən sonra 51-ci ildən gəlib artıq yurt salıb qalıblar. Ona qədər get-gəlləri çox olubdur. Ona qədər Laçına gediblər, qayıdıblar, yenə də öz yurtlarına, öz yurtdur deyəndə Zəngəzur zonasına, Qarakisər rayonuna, kəndimizə. Sağ ol Ayıb, Allah razı olsun səndən. Əkbər dayı, bu mövzunu davam etdirək mi sizdən? Siz nə xatırlayırsınız kəndlə bağlı? Mən də xatırlayacağım çox şey var. Məsələn, mən indi elə fiqura bazma verdiyim sualın davamını istəyirdim. Bəli. Sağ olaraq onu deyim sizə. Belə ki, təxminən 35-30-40-cı illər olubdur. İlini dəqiq demirdi anam rəhmətli. Bizim kəndin yanında Noravan kəndi vardı. Həmin kəndin, həmin savxozun yaranması mənim atamın mülkü sayəsində olubdur. Mənim anam həmişə çox acı belə xəyalla o söhbət eləyirdi ki, ataz gələndə biləyi şişmişdi. Yəni, öz heyvanını özünə qapana qoydurub, çəkdirib, saydırıb Noravan savxozunu yaratmışlar. Özünə bir neçə dənə qoyun, bir də indi o vaxt ki, üzlənraq bir qatır özünə vermişdilər ki, gələ bu da sənin. Elə ondan sonra növbəti atamgil, bilmirəm, depressiyam olar, yoxsa inciklik sayəsində onlar Laçına köç eləmişdilər ki, bu qardaşlarım, böyük qardaşlarım, bayaq bacım saydığı Əfqan, Məxvirə, Mahirə, Sabir, 51-ci ildə Sabir dünyaya gəlib və qucaqda yenidən Qarakilsə rayonu Vağadi kəndinə köç eləyib və sonuncu deportasiya kimi orada yaşamışdılar. Qalan belə də ki, bizim kəndin insanlarını bayaq soruşdunuz, kimləri tanıyırsınız? Bəli. Çoxlarını demək olar, bizim kənddən yaxşı alimlər çıxıbdı, yaxşı insanlar çıxıbdı. Düzdür, mən bir hamısının adını saymıram, ona görə saymıram ki, kimsə yadımdan çıxar, verilişə baxanda onun övladları incikli olar. Amma kəndimizdən çox oxuyanlar, ali təhsil ocaqlarında müəllimliyi eləyən, akademik səviyyəsinə qalxan insanlar olubdur. Kəndimiz orta məktəb belə idi də, qarışıq idi. A qrupu, A Azərbaycanlılar idi, B ermənilər idi. Birlikdə oxuyurduq. Həmişə bizim aramızda, belə deyək, ermənilərlə bizim aramızda intriqa olurdu.
məndən qabaqki pokoleniya belə deyək, məndən sonrakında da bizim dövrümüzdə də mütəmadi klubda, kinodan sonra, kinodan əvvəl, xırmanda, digər sahələrdə həmişə bizim yüngül də olsa mübahisələrimiz olubdu, əl davaları olubdu, dalaşmalarımız olubdu. Kəndimizdə demək olar ki, əhali sayı baxımından Azərbaycanlılar çox idi. 502 dənə o vaxtı yurt var idi, 502 ev var idi. Həmin o evlərdən 254 ev ermənilərə məxsus idi, 248 ev Azərbaycanlılara məxsus idi. Demək olar ki, onlar bizim adət-ənənəyə həmişə mane olurdu. Bizim məhərrəmliklərdə biz cəmaatımız, düzdür, o vaxt biz gənc idik, cavan idik, biz olmasaq da bizim valideynlərimiz, ağsaqqallar, ağbirçəklər məhərrəmlikdə, aşura günlərində gizdin kiminsə evində, hansısa bir dindarın evində gizdin olaraq həmin ayinləri keçirdirdilər. Ondan da əlavə İlaxır günündə mənim ən yadımda qalan, bizim ən belə şücaətlə qeyd elədiyimiz Sərşənbə bayramında, İlaxır günündə biz Qızılqaya deyilən yerə 40 dənə, 50 dənə şin təkər qaldırırdıq. Orada saxlayırdıq, elə ki qaranlıq düşürdü, başlayırdıq orada həmin təkərləri yandırmağa. Orada ancaq 10-cu sinif və ondan yuxarılar gedirdi. Qalanımız kənddə müxtəlif hündür toçkalarda saxlayırdıq təkərləri. Həmin yerdə alov məşəl yandırılandan sonra artıq bütün toçkalarda biz də yandırırdıq. O 40-50 dənə təkəri ora eyni gündə apara bilmirdik. Bir gün, 2 gün əvvəlcədən qarlı günlərdə, çovğunlu günlərdə aparırdıq. Elə ki, ora yəyəsiz qalırdı. Dəfələrlə olmuşdu bizdən böyüklərin vaxtında. Ermənilər gedib həmin təkərləri oradan buraxmışdılar üzü aşağı. Yəni, mane olsunlar, biz həmin şənliyi keçirə bilməyək. Ona görə biz təkərləri qaldırandan sonra o yerə növbə ilə növbəçilik çəkirdik və çərşənbə axşamı biz bayramımızı qeyd edirdik və alovumuzu, tonqalımızı yandırırdıq orada. Kəndin hər yerindən həmin nöqtə görsənirdi. Və bu, hər il biz bunu elədikcə biz elə bil ki, özümüzü qalib sayırdıq ki, bunu biz eləyə bildik, elədik. Əkbər, üzr istəyirəm, bir sual vermək istəyirəm. Məsələn, bir kənddə olan təhsildən danışdınız. Yəni, orada ermənilər, yəni Qərbi Azərbaycanda bildiyimiz kimi, yəni o da bizim ata-baba yurdumuz olsa, əksər bölgələrdə ermənilər çoxluq təşkil edirdi. Yəni, sizin o kənddə erməni Azərbaycanlılar, yəni evlər, kənddə erməni evlər də var idi, Azərbaycan evlər də var idi. İstəsiniz, məktəbdə bir yerdə oxuyurdunuz. Yəni, onlarda, yəni bizim o, sizin o kənddə olarkən, yəni, alimlərin deyək ki, çox ondan danışdınız ki, oxuyan insanlar daha çox idi. Məqsəd nə idi? Yəni, bu qədər təhsilə olan maraq nədən qaynaqlanırdı? Ermənilərdən burada fərqlənməkmi, yoxsa Qərbi Azərbaycan həqiqətlərini ancaq təhsillə onlara sübut eləmək? Nə məqsəd daşıyırdı sizcə? Mənə elə gəlir ki, ən əsası siz dediyiniz kimi biz özümüzü sübut eləmək istəyirdik. Təbii ki, hazırlıq kursları yox idi, tədrisə gedirdik. Bayaq bacımın qeyd elədiyi kimi mən atam dünyasını dəyişəndən sonra anam başladı əmək fəaliyyətinə, bizi saxlamalı idi. Böyük qardaşımız institutda təzə oxuyurdu. Hamımız bir-birimizdən 2 yaş yarım, 3 yaş fərqi ilə orta məktəbdə oxuyurdu. Mənim 5 yaşım təzə tamam olmuşdu. Belə deyək, mən yanvar ayının 28-i 62-ci ildə dünyaya gəlmişəm. Atam fevral ayının 26-sı 67-ci ildə dünyasını dəyişib. 5 yaş. Məndən kiçik qardaşım Bəhrəmin 2 yaşı var idi. Və təsəvvür elə böyük qardaşıma kimi 2 yaş, 2 yaş yarım, 3 yaş fərqi ilə. Anam bizi saxlamalı idi. Bizdə elə bil növbəçiliklə rəhmətli qardaşım əvvəl gedirdi, kömək eləyirdi. İnəklərin altını təmizləyirdi, qabaqlarına yem qoyurdu. Ondan sonra artıq o getdi oxumağa, mən onun davamçısı oldum. Mən başladım
getdim anama kömək eləməyə. Həm səhər tezdən saat 5-də durub gedirdik. İnəyin altını təmizləyirdik. Bütün fiziki işləri özümüz görürdük. Anama qalırdı yalnız inəkləri sağıb südünü təhvil vermək. Hətta bəzi inəkləri belə deyək, təpiy atmayan, sakit inəkləri mən də sağmışam. Anama kömək məqsədinə. Və bu işi qutarandan sonra axurun arxasında oturub dərslərimi hazırlamışam. Dərslərimi hazırlamışam ki, mən gələcəkdə bu çətinliklərlə üzləşməyək və nəticəsini də görmüşəm. Təhsil hamı fikirləşibdi bizim kənddə. Düzdür, hamı oxuya bilməz. Hər kəs ali təhsil ala bilməz. Bu mümkün də deyil. Amma insanlardan seçilmişlər var idi. Məsələn, bizim orta məktəbdə mənim sinif yoldaşlarımdan hardasa bir 7-8 nəfər ali təhsil alıb. Əfsuslar olsun ki, yurdumuzda, doğulduğumuz el-obamızda yox, Bakı şəhərində fəaliyyətimizi davam eləmişik. Buna da səbəb var idi. Məsələn, mən ali təhsil oxuyub, gəlirdim kənddə, diplom alıb, gəlib kənddə əmək fəaliyyətindən məşğul olmaq istəyirdim. Adi orta məktəbi qutarmış hər hansı bir ermənini qoyurdular Sovet sədri və yaxud onun katibi və yaxud briqadir nə, mən məcbur idim ki, ali təhsillə onun əlinin altında işləyəm. Ona görə də biz məcbur olub, biz cavanlar kənddən çıxırdıq. Kənddən çıxırdıq, gəlirdik, şəhərdə fəaliyyətimizi davam edirdik, necə ki, büyünə kimi davam eləmişəm. Tətillərimizdə mən sanatoriya haqqında və yaxud harasa turistik gəzinti haqqında fikirləşməmişəm. Ancaq fikirləşmişdik, bizim gəzminti yerimiz, bizim cənnətimiz elə bizim öz doğulduğumuz yerdir. Gedib məzuniyyətimizi orada keçirdib, yenidən gəlib fəaliyyətimizi davam edirdik. Rasim qardaşıma bir sual vermək istəyirəm, əgər icazənizlə. Rasim, sən dedin ki, uşaqlıq xatirələri. Bir xatirə varmı? O xatirə danışa bilərsəm, yoxsa çünki uşaq yaddaşı güclü olur. Baxıram ki, Əkbər dayı ilə bir danışır. İstəyirəm ki, sən də bir fikrini bildirəsən. Bu uşaqlıq xatirəsi barədə sual verdin. Deməli, uşaqlıqda, uşaq vaxtı çıxmışam da mən oradan. Amma uşaqlıqda o yadıma gəlir ki, bizim üçün ən maraqlı nə idi bu? Novruz bayramı gələndə ocaqlar yandırılması, nə bilim, o şar deyirdik, şar düzəldib alovla fırlamaq, papaq atmaq. Bu kənddə çox böyük belə bir adət-ənənə idi. Bundan əlavə, məsəl üçün, tapança düzəldirdik. Bayramda tapança atırdıq. Belə şeylər bizim üçün çox maraqlı idi. Ondan əlavə bizim kəndin demək olar ki, 3-4 tərəfi meyvə bağları idi. Bəyək anam, dayım bunu dedi. Biz uşaq olaraq bağımızda demək olar ki, hər meyvə var idi də. Öz bağımızda, orada hər meyvə var idi. Amma uşaq olaraq biz gedirdik o alma, armud, nə bilim bu gilas, bu bağlar var idi də. O bağlardan gedirdik, meyvə yığırdıq. O bağların da hər bir bağın öz qoruyucusu var idi. İmkan verirdi, vermirdi. Yəni uşaq həvəsi idi bu. Sadəcə olaraq belə uşaqlığımızın belə maraqlı keçməsi orada, qış vaxtlarında çox güclü qarlar yağırdı. Bizdə də kəndimiz o dağ-dərə olduğu üçün yüksəklikdən çıxırdıq bizim məhəllənin üst tərəfindən, demək olar ki, yolda sürüşürdük. Yaxşı, uşaqlığımız maraqlı çox keçirdi. İndi buradakı yaşayan bizim uşaqlar demək olar ki, elə şeyləri çox görmür. Özüm haqqında danışdım, ailə haqqında deyim, 97-ci ildə, 1997-ci ildə ailə qurmuşam. 3 oğul atasıyam. Ay maşallah, Allah saxlasın. Böyüyün 26 yaşı var, ondan kiçiyi 25-dir. O birisinin də demək olar ki, 21 olur. Böyük daxili orqanda işləyir, daxili işlər orqanında işləyir. Ortancıl neft sənayesində işləyir. Demək olar davamçımızdır. Kiçikdəki neft akademiyasındadır. Hansını evləndin, ay Rasim? Deyəsən, adı nə idi evləndirdin? Ortancıl evlənibdir.
böyük demək olar ki, yolu verdi qardaşına. Emil evlənibdi. Allah xoşbəxt Təzə eləsin. evləndirmiş. İnşallah bu yaxınlardan nəvəni qucağına alarsan. Təşəkkür. İkinci, məsəl üçün evləndirdiyim övladım Emil bu 44 günlük Qarabağ müharibəsinin iştirakçısıdır, veterandır. Döyüşlərdə iştirakı olubdur, medalları var, gramotaları var, fəxri fərmanı Allah var. saxlasın. O, yəni Allah bütün şəhidlərimizə də qəni torpaqların rəhmət eləsin. alınmasında onun da böyük uğuru var, əziyyəti var. Biz də ki, onunla bərabər o həyəcanı keçirmişik, biz də ki, onunla bərabər o günləri yaşamışıq, nənəsi olsun. Əkbər, mənim dayım, baba deyirlər uşaqlar. Əkbər dayıma, o biri dayılarımın hamısına əmi deyirlər, bir Əkbər dayıma baba deyirlər. Uşaqlıqdan elə nətər baba kimi qəbul edirlər, indi də baba deyirlər. Allah can sağlığı versin. Fiqrat bəy, Əkbər əmi demək olar ki, orada ermənilərin kənddə olan o elədiyi o hərəkətlərdən, yuxarıdan aşağı Azərbaycanlılara baxmağından danışdı. Orada ailəsinə kömək eləmək üçün çətin işlərdə çalışdığından danışdı. Mənim bir sual maraqlandırır. Burada ermənilər də belə işdə işləyirdilərmi, yoxsa fərq açıq-aşkar görsənirdi? Fərq görsənirdi. Fərq görsənirdi ki, kolxoz, savxoz işlərində ən çox Azərbaycanlılar işləyirdi. Onlar da işləyirdi. Ancaq onların çoxunu elə məsələn rəhbər işdə qoyurdular. Bizdən də olurdu. Amma onlardan daha çox qoyulurdu. Rəhbər işdə onlar işləyirdilər. Bu sualımın cavabını da almışkən Fiqrat bəy, mənim üçün maraqlı bir sual var. Siz ana kimi, bir xalqımızın, elimizin obamızın bir ağbirçək kimi, orada kənddə xanımların bu adət-ənənəni necə yaşayırdılar? Deyək ki, nişan ərəfəsi olsun, toy mərasimləri olsun. Zəhmət olmasa kəndinizdə bu toy mərasimi necə baş verirdi? Kəndimizdə toy mərasimi belə götürəndə Ceyhun müəllim, buranın toyları ilə bizim kəndimizdə çox fərq var. Demək olar ki, lap dəyişik bir fərq var da, o heç. İndi bu çoxdan kəndidir, bura şəhərdə də. Ancaq kəndimizdə bir dəfə xəbərdarlıq olunurdu, kiminsə qızın alacaqsa. İkinci dəfə elçi gedilirdi, oturulub şirin çay içilirdi, xeyir dua verilirdi. Üçüncü dəfə bəlgə deyirdik. Yaylıq, üzük. Parmağına aparıb taxırdıq. Nə deyirdiniz? Yaylıq, üzük, bəlgə. Hə, maraqlıdır. Bəli, bəlgə üzüyü taxılırdı. Biz onda bəlgə deyirdik. İndi burada hər söz deyirlər. Hə. Ondan sonra toy belə idi ki, məsələn, lap bir gün qız evində toy olurdu. Elə olurdu 3 gün, 3 gecə toy olurdu. Azərbaycan rayonlarından musiqiçilər gəlirdi bizim toylara. Gözəl musiqiçilər gəlirdi, gözəl toy aparırdılar. Məsələn, elə olurdu ki, toyu, məsələn, kəndin başından ayağına gəlin gətirəcəksə, piyada gedib, özü bilir Əkbərin. Cavanlar oynaya, yallı gedə, bir neçə də böyük adamlar xeyir dua vermək üçün gedirdilər. O yolu bütün piyada gedib. Oynaya, yallı gedə, o gəlini götürüb gətirirdilər. Gəlin də piyada gəlirdi. Sonra gətirirdilər, həyətdə qurban kəsilirdi, gəlini ötürürdülər duvaqda, içəri. Gəlinin üzü açıq olmazdı. İçəri ötürürdülər, gəlin. Orada toy mağarı deyirdik də qapıda. Toy mağarı qurulurdu. Bəli, günorta yeməyi verilirdi. Günorta, gecə yemək olmurdu. İndi məsələn axşam, amma orada günorta dəvətnamələrlə, orada da toya dəvət olunurdu. Kim dəvət olunsa da kəndin cəmaatı. Günorta yemək yeyiləndən sonra axşam hamı çəkilirdi evinə. Axşam bir də təzədən hamı yığılırdı toya. İştirak edirdilər. Çox gözəl toy keçirdi. Üzr istəyirəm. Siz kənddən başqa kəndlərə
ki, mən deməyəcəm, onu siz deyin. Aha. Gəlin köçmə, qohumluq əlaqələri, məsələn, belə bir şey sizin ailədə də yaşanıbdı. Nə deyə bilərsiniz? Olubdu. Məsələn. Olubdu. Bizim kənddən başqa kəndə də gəlin gedibdi. Başqa kənddən bizim də kəndə gəlin gətirmişik. Qohumluq əlaqələri də olubdu. Məsələn, bizim terpdə olanlar kimlər deyə bilərsiniz? Terpdə Əntiqə mənim bacılarım biri kənddə gedibdi. Adi ilə kəndçimizə getdi, böyük bacım. Naxirə kənd. Bir neçə il burada qalandan sonra İmişliyə köçdülər. Onda uşaqdım mən. Ondan sonra bacım Əntiqə Mahir adı ilə tanınır, ancaq gözünüz bilirsiniz. Bizim Əntiqə bacımız. Əntiqə bacımı. Hə, Allah gözəl ömür bacım versin. Əntiqəni. Bəli. Onu da 16 yaşında terpdən gəldilər, qaçırtdılar. Düzdür, bizə elçi gəlmişdilər, istəmişdilər. Biz vermək istəməmişdik. Mən balacaydım onda. Mən 7 yaş balacayım bacımla. O hadisəni eşitmisənsə, necə xatırlayırsan Fiqrə bəy? Deyim necə Əntiqə bacı bizim xatırlayıram. terpənizə getdi. Deyim necə xatırlayıram. Bəli. Gəldilər, indiki kimi yadımdadır. Gəldilər, istədilər. Bəşir də çox yaşı yox idi, Yeznəmin rəhmətli. Allah rəhmət Az etsin yaşı Bəşir var bəyə. idi. Az yaşı var idi. Gəldilər, rəhmətli Rəhim idi. Ondan sonra kim idi ta? Rəhmətli Cəbril dayı vardı, oydu. Elçi gəldilər. Rəhmətli Zəhra xalaydı. Mənim yadımda belə qalıblar. Əmir dayı ilə bilirəm. Əmir yadımda deyil mənim. Gəldilər. Əntiqə bacını eşitmişdim. Hə. Biz vermədik. Qorxduq, qıraq yer idi. Tanımadığımız adamlar idi. Neysə vermədik. Bunlar aralandılar. Bunlar başqa yerə elçi getdilər. Başqa bir Şirin kişi vardı. Onun qızı vardı. Onun evinə dedilər, onun qızını elçi gediblər. Onlar deməli bizi aldadıblar. Onda da bu qızlar qoşulub bir-birinə gedirdilər. Nə bilim, bu dağda, daşda, nə bilim, gah daş atlayırdılar, nə bilim, nə qayırırdılar da belə işə gedirdilər güya. Bir müddət bizi Əntiqəni qoymadı. Yadımdadır. Atam, anam qoymadılar ki, sən evdən çıxma, qaçırdarlar. Qoymadıq. Sonra eşitdik ki, filan yerdə elçi gediblər, istəyiblər, qız istəyiblər. Dedik də bizdən aralaşdılar da. Yəqin indi anam gül fikirləşbilər. Mənim bibim qızı vardı. Bibim qızı yaxınımızda olurdu. Onun qızı Mənsumə ilə gediblər. Gün orta bir axşam eşitdik ki, Əntiqəni qaçırdıblar. Terpdən Əntiqəni gəlib topla, tüfənglə qaçırdıblar. Onlar gəlib Əntiqəyə çox əziyyət vermişdilər. Həqiqətən. Çox zülüm vermişlər. Qaçmışdı, qışqırmışdı, yıxılmışdı şumun içində. Hər neysə, onlar gedib tutub, Mənsumə ilə Əntiqə əl-ələ tutub qaçıblar şumun içinə. Gəlib, onun əlindən alıb, o qızın da qolu çıxmışdı. Əntiqənin əlindən tutan qızın qolu çıxmışdı. Onun əlindən alıb, gətiriblər, indi o vaxtda da nə bilim, nə maşındı mən bilmərəm, də qoyublar maşına. Apardılar terpə. Apardılar terpə. Terpə aparmışdılar, hara aparmışlar, bilmirəm. Mən yenə deyirəm, mənim yadıma düşür, daim getdi dalınca, rəhmətlik əmim uşaqları getdi dalınca. Ki, yox, gedirik, qaytaraq gətirək. Dayınız kim idi? Adı? Alı dayım. Hə. Rəhmətlik Alı dayım ki, o Alı dayım ki, kənddən köç gedəndə birdən yadımdan çıxar, köç haqqında deyəndə onu demərəm. Xalça, yorğan, döşək, nə bilim, yastıq, hər şeyi qoyub evə. Deyibdi ki, mən gedirəm, qayıdıb gələcəm. Mənim başqa yerdə nə işim var? Qayıdıb gələcəm, evi qıfıllamışam. Hə, bax, o cürə elə bil qayıdış söhbəti var idi, ümid. Siz çəkdiyiniz çəkiliş. Üzr istəyirəm, bizim Əntiqə bacımızla xatirəni danışandan sonra başqa kimlə getirdi terpə? Bunu deyəndən sonra elə köç ərəfəsində də danışasınız artıq. Terpə sonra Əntiqənin dalınca getdilər. Əntiqə də demişdi, daha orada ağsaqqallar yığılmışdılar. Daim kətdən çıxanda deyib, gedirəm, qaytarıb gətirəcəm. Kəndinizdən başqa kimlər köçdü terpə? Yəni, çünki mən bildiyim qədərilə başqalar da var idi. Çəkilən qız Əntiqədən qabaq getmişdi, Yeddigöl. Olsun, problem yoxdur. Yəni, əsas odur ki, adlarını deyil. Yeddigöl də getmişdi, Xanış kişi vardı. Onun qızı Əntiqə mənim bacımla qabaq getmişdi. Ondan da başqa bir dənə terpəri getmişdi, bir arvad var idi.
Bir dənə də Əntiqə adlı getmişdi. Əvvəlcə mənə onu danışırdılar. Mən onu bilməmişəm də. Amma bu sual Mən nəyə balaca cavab edim olmuşam. Fiqur əbi? Yəni bizim qonşu kəndlər, yəni bir-biri ilə Azərbaycanlılar heç vaxt ermənilərlə qız alıb qız vermirdilər. Mən ona görə bu sualı qəsdən verdim ki, yəni bir də izləyicilərimiz də görsün ki, yəni Qərbi Azərbaycanın mahallarında heç bir zaman ermənilərlə mən bu qədər verişdə rast gəlməmişəm. Bəli, erməniyə qız vermək, qız almaq yox idi. Yox kəndə verirdilər. Problem yaşasalar belə Azərbaycanlıya verirdilər. Qətiyyən bizim Bəli. kənddə, nə qıraq kəndlərdə mən orada eşitməmişdim ki, bir Azərbaycan qızını erməniyə versinlər. Amma bizim qızları ermənilərə Bəli. bir neçə dənə. Fiqur əbi, sən başlamışkən artıq bu sualı verdim. Davam eləsək, zəhmət olmasa artıq demək olar ki, verilişimizin sonuna doğru da gəlirik. Bu köç hadisəsi necə baş Köç verdi? hadisəsində Zəhmət olmasa oradan xatirələrinizi danışın. Köç. Bu mən ailəmizdən rəhmətə gedən qardaşım, Bəli. nə xəstələndə rəhmətə getdi. Aha. Çox gözəl bir savadlı, ziyalı, ali savadlı oğlanıdı. 27 yaşı var idi. Amansız xəstəlikdən İraq dünyasını dəyişdi. Bəli. Allah rəhmət. 85-ci ildə. 2 dənə əmanət qız uşağı qaldı. O orada dəfn olundu. Qız uşaqlarım biz köçünən anam gəlmək istəmirdi, ağlayırdı, deyirdi mən Gülağanı qoyub getmirəm. Nə bilim bir zülmlə anamı da oradan çıxartdıq. Görüstan atdılar, qoymadılar keçək. Üzümüz düşdü Qiyamadınlı yoluna, Rasimi də özümlə gətirdim. Rəhmətlik mənim bibim qızı Tamaşa mamam vardı. Onun oğlu Zakir saray şoförü gətirmişdi. Köçü ora yığdı. Mən onlarla getdim. Nəysə, Bəli. mənim qardaşımın ondan sonra qoy onu deyim ki, mənim qardaşımın yoldaşı çox sağ olsun. Bizim uşaqlarımızı gəldi burada. Təbii ki, bizim özümüzün vasitəmizlə uşaqlar, qardaşlarım, bacılarım, Almar adı, Salih adlı uşaqlardılar. Qardaşımın əmanətləridir. Elə bil gəldimiz otur saxladı uşaqları. Ali təhsil aldılar. Biri müəllimə, biri həkimdir. Getdilər ziyalı ailələrə. Yaxşı, gözəl qaynanaları oldu. İndi şükür Allaha, mənim qardaşımın ruhu şaddır. Mən onu Allah demək rəhmət istədim eləsin. ki, mən köç maşını ilə kəndi çıxanda, kəndin başında da qəbirstandıq. Maşın dönənə qədər mən dualar eləyə, orada qalanların cəsədlərinə, ruhları göydə uçur. Ruhları bizim yanımızda, başımızın üstündədir. Allah rəhmət eləsin. Amin. Dualar eləyə. Köçümüz də çox çətinçiliklə oldu. Görürsə atdılar, düşdük Qiyamadınlı yoluna, Dağdaş yoluna, Laçının Molla Əhmədli kəndi ilə gəldik, nə bilmək haralarına. Evdən çıxırsan, toyuq da elə bil başa düşür ki, nəsə var. Toyuq da adamın yanı ilə qaçır ora-bura. Toyuqlarımız da qaldı qapıda. Nə var da hamısı çox şey qaldı. Zülmlə ütdüyümüz o dən də qaldı bucaqda. Bərəkət olan nehrə də qaldı bucaqda. Ermənilər o günə qoydular bala bizi. Ondan çıxarkən yəni o ermənilər bir qonşular, yəni onlar biz sizə demədilərmi? Düzdür ki, müəllim, yalan deməyəcəm. Bizim kənddə heç kimə xətər yetirmədilər. Heç kimə heç nə. Amma kinayəli idilər. Çox kinayəli idilər. Maşınlar, Naxçıvan maşınları gəlirdi, köç yığırdı, cəmaat aparırdı. Mən də maşının birini saxladım, anam gəlmək istəmirdi. Təbii ki, 3 il, 4 ildir qardaşım rəhmətə getmişdi. Oğlundan ayrılmaq istəmirdi. Deyirdi, yox, mən Gülağadan ayrıldım. Onu zülmünlə oradan çıxartdıq, gətirdik. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bütün ölənlərimizə Allah rəhmət eləsin. Nə deyəcəkdim? Hə, o kənddən çıxmaqla bağlı danışırdıq. Bəli, Görüstan gedəndə atdılar. Görüs yolu ilə millət köçürdü. Görüs da Qubadlı idi, Laçını da. O yolları gəlirdi. Kim ki biraz qabağa düşdü, Görüs yolu ilə köçdülər. Ondan sonra ermənilər başladı maşınları atmağa. Eşitdik ki, ermənilər vururlar, köçü dağıdırlar, cəmaatı öldürürlər. Biz artıq gedə bilmədik yolayla. Bizim şofer, yazıq cavan oğlandı, saray şoförü idi. Saldı onu, mənim bibim qızı neyləsin? Günahı yoxdur, Allah ona rəhmət eləsin. Tamaşa bibimə.
Qəni. Allah Mənlə Rasımı o çıxartdı oradan. Biz qalmışdıq. Anamı, qardaşımın o yadigarların yola salmışdıq, getmişdik. Rasimlə mən qalmışdıq. Çox dözülməz bir vaxtda, çox dözülməz elə bir zülmlü günləridir. Allaha and olsun. Sən neçə illərlə yaşadığın yurt yerindən Bəli. qoyub çıxasan, bilmirsən, qəbristanlığa tərəf qaçasan, bilmirsən, maşın tapasan, köçəsən, bilmirsən ki, evin qalır. Bax, belə çox zülmlü günlər çəkdiyi, bala, Allaha and olsun. Ondan sonra o çətin yollara düşdük, dağdaş yollarına. Gəldik Laçının Molla Əhmədcə, orada Naxçıvan maşınları çıxırdı. Orada ermənilər pul alıb maşınlardan çıxardırdılar ki, gəlsin köç tərəf arsın. Bax, elə eləyirdilər. Çox çətinliklə gəldik. Oradan çıxandan sonra ilk orada hara yerləşdiniz? Gəldik, yerləşdik. İnsanlar evdən çıxırlar, bilmirlər hara gedəcəklər. Qardaşım Bakıda olurdu, kvartirant qalırdı. Mən 2 il ondan qabaq Rasimi götürüb gəlmişdim Bakıya, şəhərə. Qardaşımın yanında qalırdı Məkbərin. Yayda dözə bilmədi istəyə. Götürdüm, bunda qayıtdım, getdim. Ermənilərin mitinqinə düşdük orada. Torperi Qodrik, Türkləri qırın söhbətinə. Onların içindən keçdik biz. Ondan sonra bunu götürdük, bəri qaydanda da yenə təzədəndən gəldik. Gorusda düşdük zülmə. Oradan qoymurdular keçirməyə. Bir zülmlə oradan keçdik, gəldik. Tanış vasitəsilə nəysə dedilər, siz niyə gəlmişsiniz bura? Niyə? Uşaq da dözmədi istəyə. Dözə bilmədik, qayıtdıq yurdumuza. Yenə də yurt bizi çəkdi. Yeni ev çəkdi bizi. Neysə, getdik. Belə çox şeylər oldu. Mənim qardaşım, bayaqları dedi, vaxtı az qalıb. Mənim qardaşım Əfqan, Tərtərdəki, o Gəncədəki oxudu. Ermənilərin bu pis niyyətləri, pis xislətləri çoxdan var. Çünki Gəncədə oxuyurdu. Oradan gəlmişdi Xankəndə, onda Stepanakert deyilirdi. O Xankənd şəhərində təlimə, kursa gəlmişlər. Bir neçə dənə tələbə oturduqları yerdə, havaya çıxıblar da, yuxarıda balkondan atmışdılar. Silah atmışdılar. Qranat atmışdılar. Mənim qardaşım da içində, əmim oğlu içində 6-7 nəfər bütün yaralanıb alqana bələnmişdi. Ondan sonra orada onları danışdıra bilməmişlər. Heç birinin halı yoxdur. Orada bir nəfər yaralanmışdı, yüngülmüş. Şılxan adlı, Əfqan deyəcək, Şılxan adlı bir oğlan deyibdi ki, mən gördüm ki, o qranat, o silah hardan gəldi. Deyəndə gecə onu öldürmüşdülər, iynə vurub. Hansı ki, o yaralanmamışdı. Onu iynə vurub. Onun da məhkəməsi getdi, qanlı paltarların Bakıya gətirdilər, məhkəmələri oldu. Biraz çox indi, nə bilim, oradan dedilər ki, vurdular. Nə bilim, bir-iki tutdular, nə bilim, valla 1 il, 2 il heç saxlamadılar da, buraxdılar. O qanda elə batdı. Bax, elə həmin o 50 il bundan qabaq, 52 il bundan qabaq. Fiqur bəy, çox gözəl məlumatlar verdiniz. Allah sizə uzun ömür, can sağlığı versin. Cəmal, mən bu ermənilərin pis niyyətləri ilə bağlı əlavə eləmək istəyirəm. Deməli, 84-cü il idi. Mən getmişdim, məndən kiçik qardaşım hərbi xidmətə gedirdi. Getmişdim onu yola salmağa, əskərliyə yola salmağa. Elə axşam saat 12-də məclisdən sonra çatdım. Səhər yola salmaq üçün çıxmışdıq küçəyə, avtobusu gözləyirdik. Elə oldu ki, avtobus dayanacağında rayon mərkəzindən bizim məktəbdə işləyən hərbi müəllimi var idi, o idi. Sonra məktəbin direktoru idi. Bir də bizim kənddə dərzi işləyən bir erməni var idi. Bunlar avtobusdan düşəndə bizimkilərlə elə bir yüngül polemika oldu, mübahisə oldu. Onlar biraz qeyri-etik kəlmələr işlətdilər. Hansı ki, səhər idi. Elə bir bilərəkdən işlətdilər həmin kəlməni. Yəni bizim uşaqlar, gənclər, qızlar yolla məktəbə gedirdilər. Yaxından keçir, 1-2 metr məsafə var idi.
Təbii ki, bizim kənddə böyüyən qız, gəlin, uşaqlar erməni dilini bilirdilər. Və mən yaxınlaşıb deyəndə ki, niyə danışırsınız, belə qələt eləməyin, söyüşlə danışmayın. Və onun biri məni vurdu və vurandan sonra biz elə bil özləri dava istədi. Və biz də burada davaya girişdik, dalaşdıq, əlbeyxə döyüşümüz oldu. İsmail müəllim bizim diasporun sədri, bacım oğludur. Söz arası onu da deyim, mən də həmin diasporda Nəzarət Təftiş Komissiyasının sədri, idarə heyətinin üzvüyəm. Həmin vaxtı mən o İsmail, onu demək istəyirəm, yaxşı xatırlayır. Mən Dinamo cəmiyyətində məşqə gedirdim, sambo ilə məşğul olurdum. Davamız oldu. Mən burada bir ikisini zədələdim. Gəldik Bəhrəmə rayon mərkəzindən, voyankomatdan yola salandan sonra mənə xəbər gəldi ki, kəndə qayıtma, səni axtarırlar. Nəysə mən Kəfşənə getdim, kənddən aralı bir yerə. Orada gecə ilə gətirib maşını yanacaq doldurdular, məni gətirdilər Terp kəndinə. Gəldim Terpə, səhərsi günü gördüm qardaşım gəldi ki, bəs rəhmətli Gülağa o vaxtı raykomda işləyirdi. Az müddət idi, təlimatçı qoymuşdular. Onu tutub polislər saxlayıbdılar ki, Əkbər gəlsin, sonra səni buraxaq. Və qardaşım gəlmiş ki, bəs belə tələb eləyirlər. Allah rəhmət eləsin, bizim Yeznə Bəşir dedi ki, onun cinayəti yoxdur, onu saxlaya bilməzlər. Sən getsən, səni tutacaqlar və ciddi cəzalar gözləyir səni. Qoymadı, mən kəndə qayıdım. Həmin günü keçirtdim, qaldıq orada. Sonra məni gətirdi, indiki Arazdəyən stansiyasına, oradan qatar gedə-gedə polislərdən gizləndim. Qatar gedə-gedə mindim poyuza, gəldim Bakıya çatdım. Təzə çatmışdım, elə birinci ismi o vaxt metroda işləyirdim. 84-cü ilin payızı idi. Metrodan polislər gəlib məni götürdülər ki, artıq axtarış verilibdir, sən geri qayıtmalısan, sənə göndərməliyik səni. Bunda indi sağ olsun o vaxtı İsmail qohum var idi. Qoradeldə işləyirdi. Onun dəstəyi ilə məni o ermənilərin əlindən xilas elədilər. Ondan sonra evdəkilər düzüb qoşdular. Qardaşım da təbii ki, oradan özləri partiya işçisi idi. Özü də çıxdı, hər şey qaydasına düşdü. Yəni, ermənilərin xasiyyəti, ermənilərin xisləti buydu. Bəli, bəli. O ki, qaldı sizin mənə verdiyiniz o təhsillə, əmək fəaliyyətiniz zəhmət olmasa. Dediyim kimi 82-ci ildən metro tikintisində işlədim. 84-cü ildə o vaxt Neft-Qaz Çıxarma İdarəsinə işə gəldim. Orada 3-cü dərəcəli qazması köməkçisi. Ondan sonra müxtəlif vəzifələr, yəni ardıcıllıqla da heç bir bayaq dediyim kimi 2 pilləni birdən atmamışam addım. Gəldim, usta oldum, Neft-Qaz Çıxarma mühəndisi oldum. Ondan sonra düz bayaq dediyim kimi seçkili orqanla Komsomol Komitəsinin katibi seçildim yenidən. 91-ci ildə partiya dağılandan sonra mən yenidən neft sənayesində əməl fəaliyyətimi davam elədim. Usta kimi bir ildən sonra mən sex rəisinin müavini təyin olundum. Gənc yaşlarımdaydı. Az-çox kollektiv arasında hörmət qazanmışdım. Bayaq dediyim kimi ictimai işlərlə çox məşğul olurdum. Neft sənayesində işimi davam elədim. Sex rəisinin müavini 2002-dən 2010-cu ilə kimi sex rəisi oldum. Ondan sonra mən belə deyək də davamçım olaraq Rasimi həmin yerdə qaldı. Lenneftdə, düzdür, başqa vəzifədə qaldı. Sonradan 2014-də idi də, sən 2015-də elə bil mənim davamçım olaraq hələ həmin mən sex rəisi olduğum yerə Rasimi sex rəisi təyin elədilər. Və mən əməl fəaliyyətimi
Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitutunda davam elədim. Mən oyun üstündən bağlı fəaliyyətinizi demək istəyirəm. Çünki Hə. sizin fəxri adlarınız da var, O institutla bağlı. kəşfləriniz də var. Biz ondan danışın zəhmət olmasa. Deməli ora mən gedən kimi düzdür, mən gəldiyim laboratoriya, ondan sonra gəldiyim şöbə çətin anlarını yaşayırdı. Çünki Elmi Tədqiqat Layihə İnstitutu birbaşa istehsalatla bağlı olan bir institutudur. Şöbəmizdə həmçinin. Mən orada tövsiyələr verdim. İnstitutun direktoru, Allah can sağlıq versin, Fəxrəddin İsmailov, çox gözəl insan, professor. Bağır müəllim var idi, rəhmətə getdi, dünyasını dəyişdi. İnstituta cəlb elədim və biz birlikdə orada başladıq işləməyə. Düzdür, institutda da işimiz belə idi ki, illi tematika götürməliyik. Onun işlənməsi, onun tətbiqi, bu işlərlə məşğul olduq. Deməli, mən işlədiyim dövrdə mən özüm əvvəl mühəndis, sonra böyük elmi işçi kimi fəaliyyətimi davam elədim. Orada biz təxminən deyəndə 7 patentin, 7 ixtiranın həm müəllifiyəm, əsas üzvü kimi. Həmin patentlərdən hal-hazırda Azneft İstehsalat Birliyinin, Sokarın Azneft İstehsalat Birliyinin həmin patentlərdən ikisi Azneft İstehsalat Birliyinin illik tələbatına salınır. Bu çox böyük nailiyyətdir. Bəli, çox böyük. Sonra bizim başqa bir patentimizi Qazaxıstanda tətbiq elədik, nümayiş elədik, prezentasiyası. Ondan sonra tətbiq elədik, orada istədilər. Özbəkistanda tətbiq elədik, şəxsən mən özüm getdim, iştirak elədik, uğurlu əməliyyatlar keçirdik. Həmin patentlərdən hal-hazırda ikisi Beynəlxalq Avrasiya təsdiqi ilə patent komitəsi təsdiq eləyibdir. Bundan da əlavə hal-hazırda mən institutdan sonra 6 ildən sonra mən gəldim, baş idarədə işlədim. 4 il yarım orada böyük mühəndis kimi fəaliyyət göstərdim. Hazırda 3 ilə yaxındır. Demək olar ki, Sokarın ən böyük idarəsi, 28 may neft-qaz çıxarma idarəsi, quyu əməliyyatları və təmiri xidmətinin rəisi kimi fəaliyyətimi davam edirəm. Çox gözəl. İşlərinizə sizə uğurlar arzu edirəm. Çox sağ olun. Rasim qardaşım, sən fəaliyyətindən bağlı nəsə bir şey demək istəyirsən, yoxsa? Onda icazənizlə artıq verilişi yekunlaşdırmağa məcburam, çünki vaxt daraldı. Füqrət bəy, kəndə qayıtsanız öncə haralar ziyarət edərdiniz? Belə bir arzu, dedin ki, mən qayıtmaq istəmərəm, amma çünki onu mən tam başa düşmədim. Biz o fikrinizi açıqlayın. Çünki o torpaqlar bizim torpaqlardır. Bilirsiniz ki, müəllim, mən niyə dediyim o sözü? Əlbəttə mən evimizi, öz kəndimizi, öz rayonumuzu, öz kəndçilərimizi istəyirəm orada, ziyarət də eləmək istəyirəm. Elə sözlər eşidirəm ki, qəbirləri dağıdıblar, qəbirləri oyub çıxardıblar. Bəli, təəssüflər olsun. Oradakı təəssüflər olsun. Orada kənddə yol gəlir, birinci özləri bilirlər bunların. Hələ kəndə düşməmiş, birinci qəbirstandığın görsənir. Elə bir qəbirstandığına keçib gəlirsən. O nöqteyi nəzərdən mən dedim ki, gedə bilmərəm mən oranı, görə bilmərəm mən o cürə qardaşımın qəbrinin dağıldığın, oyulduğun, çıxarıldığın görə istəmirəm görüm. Amma niyə istəmirəm ki? İstəyərəm, səhhətim icazə versə, elə istəyərəm gedim də, Kəndçilərə nə məsləhət verərsiniz? Kəndçilərə məsləhət verərəm ki, hər kimin hamı salamat olsun. İnşallah sizin bu həsrət və ümid verilişiniz elə olsun ki, həsrət artıq bilirsiniz bitsin. Həsrətlər bitsin. Amma ümid işıqları həmişə yansın. Təşəkkür edirəm bir. Allah sizə can sağlığı versin. Çox xeyirxah işdəsiz. İşiniz avand olsun. Kəndçilərə də istəyərəm ki, getsinlər. Əgər mən gedə bilməsəm də, səhhətim icazə verməsə, bəlkə də Allah da gedə bilərəm elə.
Bəlkə də Allah Gedərsin inşallah bir gün nə olub qismət ki? eləyər, gedə İnşallah Allah bilərəm. qismət eləyər. Gedib Amma oraları getsinlər, görərsiniz. Kəndimizi yad eləsinlər, kəndimizi gəzsinlər. Mən ölənin cismən orada da ruhları bizlə gəzir, duaları eləyirəm. Mən orada çıxanda ağlaya-ağlaya onların dualarına, oranı qəbirstanlıq gözümdən itənə qədər. Çünki atam rəhmətə gedib orada bastırılıb. Qardaşım o cürə, qardaşım orada dəfn olunub da qoyduq gəldik. Yaralı gəldik. Burada Allah şəhidlərimizə rəhmət eləsin. Allah orada qardaşıma, orada qalanlara rəhmət eləsin. Allah burada şəhidlərimizə rəhmət eləsin ki, 20 yanvarda sinəsin tanka verən şəhidlərimizə rəhmət eləsin ki, Azərbaycan müstəqilliyini aldı. Qarabağ torpağı qovuşdu bütün Azərbaycana. Onun için də bizim də payımız var ki, mənim nəvəm Emil bizi çox düzdü, üzdü, elə hamısına görə. Əsas da indi evdən nəvə getmişdi də. Şükür Allaha. Ki sağ-salamat qayıtdı. Sağ-salamat qayıtdı. Şəhidlərin şahididir mənim nəvəm. Yaralıların şahididir mənim nəvəm. Veterandır. Medalları var, fəxri fərmanı var. Fəxr eləyirik. Siz də çox sağ olun. Şəhidlərimizə Allah rəhmət eləsin. Qarabağ torpağında gəzəndə ehmal gəzmək lazımdır. Rəhmət oxuyuya gəzmək lazımdır. Həm sevinib, şəhidlərimizə rəhmət oxuyuya sevinib Qarabağda gəzmək lazımdır. Bir də bu indi bilirsiniz ki, Xocalı faciəsi gəlir. Bəli, Xocalı şəhidlərini də anırıq. Allah bütün Allah Xocalı 20 yanvarda, ondan 20 noyabrda təyyarədə vurulan alimlərimizə Allah rəhmət eləsin. Bütün Azərbaycanı müdafiə edən gənclərimizə, ağsaqqallarımıza Allah rəhmət eləsin. Nə deyə bilərik? Allah sizə də çox sağ olun, Allah razı olsun. Elə duanızla demək olar ki, verilişi yekunlaşdırırıq. İcazənizlə Əkbər əminin, sonra Rasim qardaşımın və daha sonra Məhəmməd İgidoğlumuzun son xeyir duasını eşidək. Buyur Əkbər əmi. Mən də bugünkü verilişimizin sonuna yaxınlaşdıq. Ona görə sizə təşəkkür edirəm. Arzu edirəm ki, bu kimi çəkilişlər davamlı olsun. Mən Məhəmməd bayaq qeyd elədiyi kimi o gün olsun ki, belə verilişləri gəlib elə Zəngəzurda, elə Dərələzdə, Qərbi Azərbaycanın digər bölgələrində belə çəkilişlər eləyib Azərbaycana faktiki olaraq çəkiliş kimi çatdırasınız. Mən bir dənə onu əlavə eləmək istəyirəm. Buyurun Əkbər. İcazənizlə. Məndə ola bilər o şəkil bayaq mən telefonda axtardım, tapa bilmədim. Ola bilər kompüterdən tapım, sonradan sizə təqdim eləyim. Deməli, o şəkil mənə çatıbdır. Bilmirəm, kəndçilərimizdən kiməsə, hardansa, hansı çəkilişdir, necə gəlib bilmirəm. Elə bir rakusdan şəkil çəkilibdir ki, orada mənim atam, əmim, 2 dənə bibimin qəbirləri sırayla da elə bilən adamlar, qohum əqrəba yaxından bilirlər ki, bu sırayla ancaq bunların qəbirləri. Baş daşları yoxdur, ayaq daşları yoxdur. Ancaq dağılmış vəziyyətdə elə bir rakusdan çəkilib ki, həmin qəbirlərin arxa tərəfindən 4 dənə qəbir görsənir. Qardaşımın qəbri biraz hündür yerdə idi, başqa bir istiqamətdə idi. Həmin qəbirlər görsənir və elə eyni zamanda bayaq söhbət elədiyim, bəhs elədiyim Qızıl Qaya görsənir. Düzdür, mən də çox istəyirəm ki, bayaq dedim ki, hələ sülh dövrü idi, mən imkan ola-ola başqa ölkələrə, turist gezintisinə getmək, mən getmirdim. Məzuniyyətə çıxan kimi öz rayonumuza gedib elə məzuniyyəti orada keçirdirdim. Mən də hal-hazırda bizim əgər o rayon alınsa, Qərbi Azərbaycana qayıdış baş tutsa, inşallah ki, baş tutar. Mən elə ora iməkliyə gedərəm. Amma çox təəssüf ki, rastlaşdığım görüntülər ki, gözləyirəm, onu artıq biz alışmışıq və bilirik sosial şəbəkələrdən, internet əlaqələrindən, yəni ermənilərin bu iz silmə məsələsi bugünün məsələsi deyil. Bilirəm, orada bizi elə bir
xoş təəssürat gözləmir. Amma gedib yenə həmin yurda, həmin yerlərdə, həmin kəfşənlərdə, həmin bağ-bostanda oynamağımız, böyüdüyümüz, təhsil aldığımız, qoyun növbətinə gedəndə özümüzlə apardığımız kitablar, hansı ki hazırlaşırdıq dərsə, sabahki dərsə. O günləri mən böyük məmnuniyyətlə gedərdim ora. İnşallah ki, mənə Allah möhlət versə, qismət olar. İnşallah olar. Rasim qardaşım, sən verilişin əvvəlində kənd xatirələrindən, uşaqlıq dövründə gördüklərindən danışdın. Gəldi verilişin sonuna, inşallah qayıdarıq, sən də o torpaqları görərsən, yenidən o uşaqlıqda keçirdiyin o yerləri görərsən. Arzumuz budur. Sən arzunu, istəyini bizlə bölüş. Ceyhun bəy, sizə bu işinizdə uğurlar arzulayıram. Təşəkkür edirəm. İşiniz uğurlu, xeyirli olsun. Bu uşaqlıqdan bəzi xatirələr adam elə ha fikirləşdikcə heç yadından çıxmır. Demək olar ki, bizim yaşımız uyğun deyil, yaşdaşır. Mən Terp kəndində də yay aylarında çox olmuşam. Təbii ki, yadınıza gəlir, xalamgilin həyətində ot tayası var idi. Çıxırdıq Habil, İbrahim, sən, Ədalət. Biz o ot tayasının üstündən tullanırdıq o birisinin üstünə. O qədər Terp kəndini də demək olar ki, gəzirdik, küçələrini. Yəni, mənim Terp kəndində də xatirələrim həqiqətən var. Çünki uşaqlığımın yay aylarında orada da xalamgildə gəlib qaldığım üçün xatirələrim var. Bir də ki, bu qaçqınlıq gələn zaman bir şey heç yadımdan çıxmır. Demək olar ki, bəy anam qeyd elədi, bu Gorus yolu bağlandığı üçün. Mən bayaq dedim də tez gəlmişdik biz Bakıya. Prosto yay aylarında qayıdırdıq ora. İstiyə görə, nə bilim, orasının gözəlliyinə görə. Elə oldu ki, yolumuz düşdü bu dağ yolları ilə Minkənddən, Laçının Minkəndindən gəldik. Bu eşək meydanı deyilən yerdən. Bayaq anam qeyd elədi, saraylı sürücü var idi. Bu da ki, ömür boyu şəhərdə olmuş adam, dağ-dərə ilə görməyən adam, sadəcə olaraq yolu göstərirdilər ona, o gedirdi də. Bizim o gəldiyimiz yol da təsəvvür elə avqust ayında gəldiyimiz yerdə qar var. Bu maşın gəldi bir hissədə hardasa, bu qarın içində batdı. Təsəvvür elə də, sürücü düşüb avqustda yola, düşüb qara baxır, sağa sola ağlayır ki, mən hara gəlib çıxmışam, avqustlara, qarara. Da görün, o vəziyyətlərlə biz gəlib çıxmışıq bu yerlərə, belə gəldik, çıxdıq. Adam indi uşaqlıq da olsa, o günləri, o xatirələr yadında olur. Mən bir daha sizin bu verilişə uğurlar arzulayıram, işiniz uğurlu olsun, fəaliyyətiniz daim olsun. Çox sağ ol, təşəkkür edirəm. Məhəmməd, sən də eşitdiyin kimi artıq verilişin sonuna gəldik. Bir əslən Qərbi Azərbaycanlı bir gənc kimi sənin son sözlərini eşitmək istəyirəm. Həm verilişimizlə bağlı, həm inşallah qayıdış nəsib olarsa ata-baba yoluna getməklə bağlı. Sənin fikirlərin nədir? Bizlə paylaş. Mən sizə bu verilişdə uğurlar arzulayıram və fəqətlər arzulayıram. O gün olsun, bayaq qeyd elədim, atalarımızın, babalarımızın gənclik elədiyi, gəzdiyi, dolaşdığı yerləri gəzmək bizə də nəsib olsun. Amin. İnşallah, yenə qeyd elədiyim kimi, ölənlərimizin qəbrini ziyarət eləməkdir. Maraqlı gəlir. Rayonun, kəndin özü, digər kəndlər çox maraqlı gəlir, ağız dolusu danışırlar. İnşallah, uğurlar arzu edirəm. Sizin verilişə də ölkə xaricində, ölkə daxilində baxışları çox olsun. İnşallah. Yəni, hər kəsə çatsın. Belə bir el-oba var, belə bir el-obanın övladları var. Uğurlar, can sağlığı sizə. İnşallah. Əziz ellilərim, öncəliklə başda Rasim qardaşıma təşəkkür bilirəm ki, bugün verilişi onun evində çəkməyimizə razılıq verdi. Həqiqətən təşəkkür edirəm ay Rasim. Hər zaman evinizə şadlıqlara gələk. Rəbbi, Allah sənə uzun ömür, can sağlığı versin. Allah sənin kölgəni elimizdən, obamızdan əks etməsin. Allah sənə uzun ömür, can sağlığı versin. Sənə də təşəkkür edirəm. Əkbər əmi, çox sağ ol, təşəkkür edirəm. Uğurlarınız bol olsun. İnşallah, mən inanıram ki, növbəti verilişdə də sizlər bizim qonağımız olacaqsınız.
Bir daha hər birinizə təşəkkür edirəm. Bildiyiniz kimi Ramazanın ilk günləridir. Biz verilişimizi çəkirik siz burada. Bu minvalla da bizi izləyəcəm bütün izləyicilərimizə və o cümlədən sizə Ramazanınız xeyirli olsun. Neçə belə Ramazanları qeyd etməyi Cənab Allah bizlərə nəsib eləsin inşallah. Amin. Əziz Həsrət və Ümid verilişinin daimi izləyiciləri, bir verilişimizin də sonuna çatdıq. İnanıram ki, deyilən sözlər öz yerini tapacaqdır. Allah bizlərə də o qayıdışı nəsib edəcəkdir və bizlər də gedib Qərbi Azərbaycanımızı, mahallarımızı görüb, orada ölmüşlərimizin ruhuna fatihələr oxuyacağıq. Növbəti verilişlərə görüşmək ümidi ilə Allah'a əmanət olun.